Mənim ağlımda tutduğum yaş budur. Məndə də budur. Aha. Uşağam. Yox. Yeniyetmə... Sən sorar. Mənəm. İşləyirəm. Mən yaşlı rəqəm tutmamışdım, gözlə bir deyil. Nəsən? Mənim yaşım budur. Məndə də budur. Təsəvvür eyni yaşı tutmuş. Hə, inanmıram. Yeniyetməsən? Yox. İşləyirəm. Yox. İşləyirsən? Ola da bilər, olmaya da bilər. Hə, o da böyük yaşdır. Sən sual ver. Hə, mənəm. Məktəb bitirmişəm. Yox. Qəşəng yerdən başladı. O bir dənə komment yazmışlar, qadınlar da siz söyləyin. Bana söhbəti. Gözlə. Üç dənə şansımız var abi səndə. Yox, öyle şey yoxdur. Elə yox, Sual verirəm. Yaşda 3 dənə şansımız var. bildim, Sualları verə yaxşı, bilərsən. yaxşı. Məktəb bitirməmisən, nə? 1-dən 17-yə kimi olarsan, belə danışdı. Universitet bitirmişəm. Hə. Böyük yaşdır. 4-də oxuyuram. Yox. Atamla anamdan ayrı qalıram. Hə. Məktəbə gedirəm. Hə. 6 yaşdan. Tamam. Cavanam. Yox. 35. Yox. Yuxarı aşağı mı? Şey, 1-2 il ərzində məktəbi bitirəcəm. Belə də, bitirə də Belə də nədir? Bitirə də bilərsən, bitirməyə də bilərsən. İbrahim, mən səndən konkret sual 1-2 ilə yox, 1-2 ilə yox. Daha çox onda. 1-2 ilə yox. Təxmin yürütmək istəyirəm. Sənə bir sual verim. Təxmin yürütmək istəyirəm. Buyur. 13. Düzdür. Valla. Abi bu oyunun... Görürsünüz. 6-cı hisslərim Bacalanı biraz sənsən. çox keçdidir. Halal səni təbrik edirəm. Çox sağ ol. 13. Çiko verə bilərəm. Səncə məndə neçə idi? 39. 45. 51. 51 nə deyir? Çox normal. Nə deyir, mən də o yaşı seçmək istəmişəm də. Sən necə 13 seçirsən? Gərək mən 13-də səhv elədim. Kaş 13 seçməzdim. Mən sualı qəşəng verdim. Nə sual vermişsən? Şey, məktəbə gedirəm. Dedin, hə, məktəbə də 6 yaşdan 17 yaş arası getsən. Mənim belirli bir rəqəm düşüncəm var idi. Hə, belirli bir rəqəm düşünə bilərdim. İşte bu oyun məntiq oyunudur. Təbrik edirəm. İndi nə alırsan mənə? İndi danışmadıq axı indi. Mənəm mən. Sağ olun dostlar, like edin.